Növbəti qonağımız məşhur prodüser Tarix Əliyevdir. El arasında ona Tolik deyirlər. Tolik, çoxdan səndən soruşmaq istəyirəm. Sən ana Toliksən, yoxsa ata Tolik? Necə zarafat elədim? Bu nə danışmaqdır, Zaur? Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, efir mədəniyyətinə, etika, estetika qaydalarına riayət edəsiniz. Yoxsa durub cıraram ha səni. Qantelli xanım da məni bağışlasın. Çox sağ ol, Tolik. Deyirəm, indi isə keçək kişi qonaqlarımıza. Öz mahnıları ilə Azərbaycanın bütün avtovağzallarını fəth edən, yüzlərlə alqışın və milyonlarla qarğışın sahibi, populyar müğənni Manis Manisov. Ay Zaur, Aycan. mən səndən artıq dərəcədə xahiş edirəm. Mənə populyar demə. Əziz tamaşaçılar, görün Manis müəllim necə təvəzzökar manisdir və müğənnidir. Ona görə demirəm. Bu populyar sözündəki bu popu kəlməsi var. O mənə aid deyil. Populyar, bax budur. Neydi bunlar? Tol. Mən sizdən də artıq dərəcədə xahiş edirəm. Danışığınıza fikir verin. Yoxsa durub cıraram ha. Kimə? Məni? Yox, Zauru. Ay Tolik. Ay anam, ay bacım. Biraz sakit ol da. Bura bax, Nolik. Tolik. Sən mənim üçün Noliksən. Çünki mən həyatımın 4 ilini konservatoriyaya həsr eləmişəm. Doğrudan deyirsiniz?